bilirəm sözləriniz çoxdur İmam Rza əleyhissalama. İnşallah ağanın hərəminə daxil olanda, zərihinə daxil olanda öz hacətlərinizi inşallah ağaya ərz eləyərsiniz. Allah qəbul eləsin. İnşallah diqqətlə baxın. Gördüyümüz bu məscid ki var, Cövhərşad məscididir. Bayaq dayanmışdıq yaşıl günbəzli. Gördünüz çöldə. Həmən o Cövhərşad məscididir. İlk dəfə İmam Rza əleyhissalamın günbəzli olduqdan sonra, daha sonra isə Teymurləngin gəlininin adına, Cövhər xanımın adına bu məscid dikilir. Cövhər xanımın adına bu məscid dikilir və daha sonra isə Cövhər xanım gəlir bu məscidi görəndən sonra, çox şad olduqdan sonra bu məscidin adı Cövhərşad məscidi olaraq tarixə keçir. Və ondan sonra qeyd elədiyim kimi İmam Rza əleyhissalamın ki günbəzi olduqdan sonra ikinci məscid hökmündə olaraq bu Cövhərşad məscidi dikilir. Və getdikcə, zaman ötdükcə və bu məscidin qapıları var idi. Zaman keçdikcə gördülər ki, insanlar ki axın eləyir və hərəmi genişləndirməyə başladılar və burada yaşayan insanlar var idi. Öz evləri var idi. Onlar xidmətçilər gəldilər, ərz elədilər ki, öz evlərinizi İmam Rzaya xatir verə bilərsiniz. Sizin də evlərinizi kənardan biz təmin edirik. Onlar şəksiz və şübhəsiz, təmənnasız olaraq dedilər, canımız, malımız fəda olsun İmam Rza əleyhissalama. Siz ki, hərəmi genişləndirmək istəyirsiniz, yəni müşkülü yoxdur. Onlar öz evlərindən keçdilər və daha sonra isə zamanla gördüyünüz bu hərəm daha da getdikcə, zaman ötdükcə genişləndi. Və onu qeyd edin ki, qabağa baxın, orada taxtadan minbər hazırlanır. Baxın, qeyd olunur ki, o minbərə bir dənə mismar belə vurulmuyor. Yəni, sırf taxtadan hazırlanıb mismarsız. Qeyd olunur ki, zamanənin imamı inşallah ki, zuhr eləyəndə gələcək Kəbə evinə və daha sonra isə gələcək İmam Rza əleyhissalamın ziyarətinə və bu gördüyünüz minbərdən əyləşəcək, bütün dünyaya xutbə oxuyacaq. Və bir çox alimlərimiz olub ki, Allah rəhmət eləsin, Ayətullah Behçət ağa belə hər zaman gələrdi İmam Rzanın ziyarətinə, əyləşərdi orada, ibadət eləyərdi və özünü çevirərdi günbəzə tərəf, öz hacətlərini, istəklərini İmam Rza əleyhissalama ərz eləyərdi. İnşallah Allahın verəm izzətinə, cəlalına xatir, Allah bizim ziyarətlərimizi qəbul eləsin, Allah bütün çətinliklərimizi, sıxıntılarımızı həllə asan qərar versin. Bu niyyətə xatir Muhammed və Ali Muhammedə səlavat hədiyyə edir. Allahümme salli ala Muhammed ve ali